Salam dostlar, necəsiniz? Dostum, bir fikir yazmısan ki burada oğullar, indi komenti də yerləşdirəcəm. Sənin psixologiyan buna dözməz. Mən bir Exnest'te bir əlavə account açdım. Nəyə görə? Sırf Skalp. Özdə Skalpa necə girdim? Günün sessiyası adı vecimə döydü. Çıxdım çölə, getdim, gəzdim, işlərimi gördüm. Nə bilim, bir 20 dəqiqə boş vaxtım oldu. Açdım, nə Skalp elədim, çıxdım. Mən niyə Skalpı belə çox az eləmişəm? Burada fərq var. 1 dollar, 2 dollar, 90 qəpik. Çünki mənim aləmimdə Skalp nə tür olur? Böyük bir summalarla girirəm. Yəni burada böyük bir summa eləmədim də. Yəni 0.01 lotla elədim və göstərdim ki, xırda, yəni girməyinə, indi statistikanı göstərəcəm, diqqətlə yaxın oturun. Xırda girməyinə, yəni dama göl olur. Hələ mən bunu belə deyim də 3 qat, 4 qat artıq da eləyə bilərdim. Keyfim istəyəndən keçirdim, bu profilə Skalp eləyib çıxırdım, yəni ürəyim istədiyim vaxtı. İndi burada yazıb ki, yorularsan, yox, yorulmuram dostum. Əgər sən insanı bazarın gedişatını bilirsə, anlayırsa, sırf öyrənibsə, əli yatıb sonra onu yəni fikrindən heç nə döndərmək qeyri-mümkündür. Bir də ki, ən çox disiplin. Yəni mən fikir verim, birinci orada niyə minus olub? Mən məsəl üçün hələ stopsuz açmışam. Görürəm ki, bazar mənə uyğun getmirsə, mən onu bağlayacağam. Mənim üçün da vecimə döyü ki, orada 2 itirdim, yoxsa nə qədər itirdim. Birincini stop da olmayayım. Mən onu bağlamışım 2 dollar nə qədər. İndi statistikaya baxaq. Gün ərzində diqqət yetirir. 45 ümumiyyətcə plus, yəni hələ bütün günü mən trade eləməmişəm. Çox Exnest'dədir bu. Çox güman ki, burada göstərilmir ki, günün neçə saatı mən buradamışam. Görsəz şoka düşəcəksiniz. Çox az müddətdə. Yəni ümumi plus olub. Yəni 45.50. İndi düşək aşağı. Göstərilir ki, həmən bu deməli sırf soruşanlar vardı, çoxlar ki, sənin strategiyan Skalpa yarıyor. Dostlar, məndə strategiya deyil, məndə bazarın gedişatıdır. İstədiyim uzun müddət eləginə, istəyirsən qısa müddət eləginə, Luboy time frame-də elə. Fərq etməz, sənin özündən asıdır. Əlin yatdı, örgəndiysə, ciddi oldunsa, sən bunu yəni həmişə işlədə biləcəksən. İndi söhbət nədir? Özdə Forex-də qızılda eləmişəm. Forex-də çətin bazar gedir. Kim bilirsə özü bilir. Forex-də də timboli. Deməli fərqi nədir? Dediyim kimi, yəni fikir ver. Balansı 200 əlavə elədim. Həmən o 200 durur balansda baba. Diqqətlə baxın, 200 durur. Niyə 45-i çıxartdım mən artıq? 45-50-ni mən çıxartdım. Niyə ki, standart olaraq belə bir adət var. Skalp eləyəndə indi onu deyəcəm. Məsələn, günlük qazancını çıxardırsa, balansı sifdə yatırdınsa, sən o vaxtacan günlük qazancını çıxardacaqsan ki, qoyduğun pulla başa-baş çıxacaq. Qoyduğun pulla başa-baş çıxdıqdan sonra sən gündəlik qazancının 50%-ni çıxardacaqsan. Məsəl üçün, mən opşu 200 yığdıqdan sonra, əgər sırf Skalpda oturmuşam, 200 yığdıqdan sonra hansı ki 200 balans əlavə eləmişdim. 200-ə uyğun hərəkətlər eləydi. Fikir versəniz, minus çox da getməyib. Deməli, mən burada yığılandan sonra mən 45-50-dirsə onun yarısını çıxardacağam. Yarısı qalacaq, hər dəfə artacaq balans. İndi yəni sırf standart disiplin və qayda var. Görürsünüz, adicə bu profili mən bir günlük açmışam ki, sizə sırf Skalp göstərdim, qatışmasın o biri profilinə, yəni hesabına. Burada belə mən disiplini qoruyuram. Yəni trader odur ki, bir balansla bir ömür boyu trade eləsin və disiplini qoysun, sakit olsun, öz emosiyalarına üstünlük versin. Yəni bir də ki, sənin əgər strategiyan sizin aləmdə strategiyadır, saat kimi işləyirsə, sənin disiplinin də yerində olacaq. Sadəcə sən öz disiplini yerində, yəni idarə etmək lazımdır. Gün ərzində 34 əməliyyat açılıb, diqqətlə fikir verin. 34 əməliyyat. 1 dör, 2 dör, 3 dör, 4 dör, 34 əməliyyat. 34 əməliyyat mənim nətən psixologiyam dözüb, gül kimi dözüb, əla da dözüb. Bütün günü də 360 günün, 365 gündə mən Skalp eləsəm, psixologiyam dözəcək. Niyə dözəcək? Çünki mən qrafikə baxanda, yanaşanda
yəni mənim bazarın gedişatını anlayıram deyənə aşağı getsə aşağı axına getirəm, yuxarı getsə yuxarı axına getirəm. Və skap momentində də mənim psixologiyam yəni tab gətirir. Sizə bir söz deyim, yəni bilməm indi siz o hissləri keçirsiniz, amma mən vecimə də deyir ki, məsəl üçün mən məqsəd qoymuşam ki, məsəl üçün açdım bu qədər getdisə, bu vaxtı bu qədər gedib, bu vaxtı bu qədər gedəcək. Qurtardı mən onu saxlayıram. Yəni özümdə. Yəni o stabilliyi saxlayıram. 33-dən belə deyək, biri mənfiyə çıxıb, qalan 33-ü hamısı uğur gətirir. Bu da ki, götürəndə 99% eləyir. Təzə 99% eləncik. Yəni elə bir şey. Niyə o eləncik alınıb? Sizə bir söz deyim. Çünki açılan zaman qiymət gedib mənfiyə. Məndə də bir qayda var. Əgər tutalım ki, sənin 30 pip götürülür. Çünki stop qoymamışam deyənə, ona görə mən bağladığım zaman eləncə olur. Yəni qalanları açılan momentdə qiymət istədiyim kimi gedib. Tutalım aşağı açmışamsa aşağı gedib, yuxarı açmışamsa yuxarı gedib. Mən burada bağlamışamsa ondan sonra düşüş veribsə mənim vecimədir. Çünki bu sırf sizə göstərmək üçün skap üçün. Yəni burada qarma-qarışıq olmasın. Deməyəsiniz ki, nə bilim sən 5-10 günü qatmısan bir yerdə bizə göstərmisən. İndi isə biz davam edirik və gəlib diqqətlə baxırıq. Görürük ki, burada yəni ümumi bizim abyom nə qədər olub? 334. Göz ümumi abyom 334 olub. İndi də buyurub baxa bilərsiniz günün sonunda. Yəni indi otura bilərdim bazarda. Prosta bunu skap üçün açılıb da dostlar. Yəni bu sırf ürəyim istədiyim vaxtı girib çıxıram. Çünki o bir profitə trade etməyə lazımdır. Fikir verin. 45-50 günün sonudur, jipso bitdi, yəni daha eləməyəcəm. Bunlar hamısı bir qeyd olunub, özünüz görürsünüz. Yəni mənim sizə deməyə ehtiyacım yoxdur. Özünüz qeyd eləyin, yəni özünüzdə oturun, hesablayın, düzmü gəlir, yox səhv. Gözü ürəyim istədiyim vaxtı selləri eləmişəm, ürəyim istədiyim vaxtı bayları eləmişəm. Hamısında fikir verin. Hətta ki, görürsünüzmü, bax. Biraz gülməlidir 4 qəpik. Yəni tez bazar ayrısan ki, bazar sən istiqamətini düzgün seçməmsən. Görürsünüzmü? Bax, bu da son. Toz ilk başlanğıc bu olub. Burada niyə eləncik oldu? Burada açılan zaman mən əslində profitlə keçəcəkdim. Prosta elə oldu ki, bir balaca işim çıxdı deyənə, mən ekrandan bir 2 dəqiqəlik uzaqlaşmalı oldum. Mən tepe qoymamışım deyənə, əlindən açıb bağladım deyənə, nə stop var idi burada, nə tepe var idi. Yəni belə deyə də sonsuz, yəni. Bunlar bütün əməliyyatın 34'ü də eləşdirib. Yəni bu ona görə belənçi oldu. Bu. Yoxsa bu da plusla bitəcəkdi, bir 3-4 dollara plusla bitəcəkdi. Fərq eləməz, yenə də deyirəm, özümüz fakt odur ki, yəni göz qabağında bu mənfi ilə bitibsə, bu mənfi ilə də qəbul eləmək lazımdır. Yəni bunu mən özümü opravdaniya, yəni özümü mən doğrultmaq üçün sözləri demirəm. Sadəcə olmuş vəziyyətdən söhbət edirəm. Hal-hazırda da mənim heç bir yəni açıq dolan yoxdur. Gördüyünüz kimi bir dənə qızıldır hələlik. O biləndə də trade elə. Mən üçün fərq eləməz. O biləndə də trade elə bilərəm. Bu akkauntda bir dənə qızıldır. Diqqətinizə görə çox sağ olun. Özünüz qiymət verin. Özünüz dəyərləndirin. Kiməsə skap maraqlandırırsa. Əsas insanın öyrənməyidir. Sizin üçün sifariş blokları mən təmənnasız 6 hissə yerləşdirmişəm. Gedib onu öyrənin. Yəni necə istəyirsiniz gedib öyrənin. O sizin öz işinizdir. Yəni gedin, yararlanın. Qaldı ki, bu sahə çox təhlükəli sahədir, yadda saxlayın. Əgər kimsə trade edirsə, riski öz üzərinə götürür. Birinci məşq eləyin, əliniz yaxsın, yoxsa sonra trade yanaşın. Mən bu sahəyə yanaşanda, mən bu sahəyə bir trader kimi yox, bir biznesmen kimi yanaşdım. Biznesdə də bir adət var. Sən 5 ili götürürsən. Birinci ili sən araşdırırsan, axtarırsan, buraxılan səhvləri izləyirsən. İnternetdə nə var?
o insanla söhbət etsən, bu insandan və s. belə sən bu sahə haqqında anlayışlarını atıb, bilənləri axtarırsan, tapırsan, eşələnirsən. Sadə üsulla deyirəm, pis mənada demirəm. Eşələnirsən də bu sahədə. Hər şey, hər fikrin qulaq assan, professionalın fikrin qulaq assan və s. Və görürsən ki, bu sahədə nə var, nə yox. Bir il ərzində həm də sən özün üçün bir normal bir strategiya yerləşdirməlisən, belə deyək də sadə bir üsulla. O strategiyanı məşq eləməlisən, sonra real balansı qaçmalısan. Məşq eləməlisən, baxmalısan, işləyir, işləmir. Məşqi də ciddi aparmalısan, stabillik də ciddi. Mən burada yeri gələndə 200-ə görə görürsünüzmü 99% win rate getdi. Bir gündə elə. Fərq eləməz hansında neçə gün olsun. Bir gün elə 99% win rate. 99% win rate təsəvvür. Mən bunu 200 balansla, 0.10-la da aça bilərdim. 0.10-la açsaydım bu 45 olacaqdı 10 qat artıq. Yəni 450 plusda olacaqdı. Bu 0 səhv eləməsə elə olacaqdı ki, səhv deyirəmsə 450 olacaqdı. Düzdürmü bu plus? Amma mən onu eləmədim. Niyə eləmədim? Çünki mən yenə də yəni sizə göstərmək üçün ona görə bu hamını sıraz eləncə bacarığı, eləncə psixologiyası dözmür. Ona görə heç kim gedib ona girmə. Mən ona görə də yenə də stabillik qorumaqla bütün insanların anlamasına görə ona görə ən minimum lot seçdim. Qaldı ki, spread nə qədər idi? Niyə balans 206 artırıldı? Çünki Exnes'də belə bir şey var. 0.10 səhvəmsə spreadlə minimum balansa depozit sən 200 eləməlisən. Baxa bilərsiniz orada hesab açanda. Bir neçə də hesab aça bilərsən, fərq eləməz yəni. Yəni burada siz görürsünüzmü? Yəni ona görə mən 200 artırdım. Mən 200 mənim öz bacarıqsız olduğuma görə yox. Mənə 200 yox. Belə necə deyim? Bunların hamısını yerinə yetirmək üçün görürsünüzmü pluslar gəlib. Mənə 20 də kifayət eləyirdi. 20 də mənə kifayət eləyirdi. Mənim üçün 20 də kifayət edir. Psixologiyam da yerində olacaqdı, disiplinim də yerində olacaqdı, hər bir şeyim yerində olacaqdı. Çünki mən soyuq beyinlə yanaşıram bura. Analiz edirəm. Əgər qiymət mən fikirləşdiyim yerə gəlib çıxmırsa, mən əməliyyat açmayacağam. Qutardı. Hələ qızıl. Niyə qızıl? Çünki qızıl çox yeyir, qızıl çox balans artırır. Hələlik dostlar, çox insan indi bəyənməyəcək, çünki nəyinə gəldi bəyənsin. Öz qiymət verin, baxın, görün, hələlik. Gecə seyrə qalsın, yuxunuz şirin olsun. Mən sizin, bir də söz deyim, mən sizin üçün bir şans yaratmışam ki, yanvarın 30-una kimi mənim strategiyamı əldə eləyə bilərsiniz. O şansı mən sizə yaratmışam. O şansdan gərək faydalanasınız. Yəni sizin öz seçiminizdir. İstəyirsiniz faydalanın, istəyirsiniz faydalanmayın. Mən bir insanların fikrini çəkib yerləşdirirəm. Əvvəlki insanları mən tapa bilmirəm. Onlar yadımdan çıxıb, onlar telegramdan olsa. Onları da tapsam, onların da fikrini çəkib paylaşacağım. Hansı ki, onların çoxusu 3 il, 4 il, 2 il, 1 il, 5 il bazarda olan insanlardır. Ümumiyyətcən topladıqda onların çoxusu itirdiklərinə belə deyək, xeyirlərini hesablayanda mənfidə qalırlar. Amma mən izah edirəm, səmimi edirəm, disiplinlədir, izah edirəm, sözlə, danışıqla başa sağlam ki, yəni budur, buna əməl eləməlisən, bunu nə olur olsun, əməl elə, stopdan qorxmamalısan və s. Bunlar hamısı izah olunur, əlavə olaraq insanı hazırlayır. Yəni, məşq elə, sırası real balansa qasma. Bu insanlara hamısı aydın başa salınır. Hələlik.